Salam uşaqlar. Biz bu günləri ibtidai funksiya və integral, qeyri-müəyyən integral mövzusunun ikinci hissə topludan izahını eləyəcəyik. Başlayaq birinci sualdan. Deyir f(x) bərabərdir sinus 2x funksiyasının ibtidai funksiyasının ümumi şəklini tapın. Yəni integral dx. Bərabərdir. Qaydaya görə integral sinus kx dx integralı bərabərdir. 1 bölünsün k vurulsun. Sinus kx'in integralı mənfi kosinus kx üstə gəlsin c şəklindədir. İndi buna tətbiq eləsək, bərabərdir. 2-də 1 sinus 2x integralı olacaq. Mənfi kosinus 2x üstə gəlsin c. Yəni mənfi kosinus 2x bölünsün 2 üstə gəlsin c. Baxaq görək hansı variantdır? Y variantı. İkinci sualda f(x) bərabərdir. Kosinus 5x funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. Yəni integral kosinus 5x dx bərabərdir. 5-də 1 sinus 5x üstə gəlsin c. Yəni bunu da sadələşdirsək, sadələşdirsək yox, biraz görünüşünü dəyişdirsək, sinus 5x bölünsün 5 üstə gəlsin c. Doğru cavab A variantı. Üçüncü sualda f(x) bərabərdir mənfi 5 funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. Yenə də f(x) bərabərdir mənfi 5'ə, onda integral mənfi 5 dx bərabərdir mənfi 5x üstə gəlsin c. Doğru cavab C variantı. Dördüncü sualda eynisidir. İntegral 4 dx bərabərdir 4x üstə gəlsin c. Yəni Y variantı. 5-ci sualda integral 3 üstə gəlsin 1 bölünsün x dx ibtidai funksiyaların ümumi ifadəsini deyir tapın. Qaydaya görə cəmin integralı ayrı-ayrı integrallar cəminə bərabərdir. Yəni integral 3 dx üstə gəlsin integral 1 bölünsün x dx bərabərdir. Sabiti integral işarəsi xaricinə çıxarmaq olar. İntegral 3 vurulsun integral dx üstə gəlsin integral 1 bölünsün x dx bərabərdir. 3 vurulsun dx integralı x-a bərabərdir. Üstə gəlinsin 1 bölünsün x integralı nəyin törəməsi 1 bölünsün x-dir? Biz bilirik ki, integral törəmənin tərsidir. Ln x-in, yəni natural loqaritma modulu x üstə gəlsin c. Deməli 3x üstə gəlsin ln modulu x üstə gələcək A variantı. 6-cı sualda böyük f(x) bərabərdir kosinus x üstə gələk x sinus x üstə gəlsin c. Funksiyası aşağıdakı funksiyalardan hansının ibtidai funksiyasıdır? Bu nə demək istəyir? Yəni aşağıdakı funksiyaları hansını integrallasaq, kosinus x üstə gəl x sinus x üstə gəl c funksiyası alınır. Onda belə çıxır ki, biz elə bunun törəməsini tapmaqla doğru cavabı tapmış olacağıq. Törəməsini tapsaq, cəmin törəməsi ayrı-ayrı törəmələr cəmi, yəni kosinus x-in törəməsi üstə gəlsin x vurulsun sinus x-in törəməsi üstə gəlsin c-nin törəməsi. Kosinus x-in törəməsi mənfi sinus x üstə gəlsin x vuraq sinus x törəməsinə də hasilin törəməsi kimi yanaşsaq, x-in törəməsi vurulsun sinus x üstə gəlsin sinus x-in törəməsi vurulsun x üstə gəlsin sabitin də törəməsi 0. Bu da bərabərdir. Mənfi sinus x üstə gəlsin x-in törəməsi 1 sinus x-a vursaq sinus x üstə gəlsin x vurulsun sinus x-in törəməsi kosinus x bərabərdir. Sinus x-lar islah olunur. Biri mənfi, biri müsbətdir. Cavab olar x vurulsun kosinus x. Yəni Y variantı. 7-ci sualda eynisidir. 8-ə baxaq. Deməli f(x) bərabərdir. X kvadratı üstə gəlsin 1 bölünsün kök altında x. Funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. Yəni integral x kvadrat üstə gəlsin 1 bölünsün kök altında x dx. Ayrı-ayrı integrallar cəmi kimi göstərsək, integral x kvadratı dx üstə gəlsin integral 1 bölünsün kök altında x dx. Bərabərdir. İntegral x kvadratı dx üstə gəlsin integral 1 bölünsün kök altında x-i x üstü mənfi 2-də 1 şəklində yazmaq olar. dx bərabərdir. X kubu bölünsün 3 üstə gəlsin. X-in üstündə mənfi 2-də 1 üstə gəl 1. Yəni 2-də 1 bölünsün 2-də 1 üstə gəlsin c. Biraz da sadələşdirsək x kubu bölünsün 3 üstə gəlinsin
Deməli 2 kök altında x üstə gəlsin c. Baxaq görək hansı variantdadır. X kubu bölü 3 üstə gəl 2 kök altında x üstə gəlsin c. B variantı. Hansı qaydanı tətbiq elədik biz bura? Əvvəla x kvadratın integralını tapanda x üstü n'in integralı demişdik x üstü n plus 1 bölünsün n plus 1'dir. Digərinə də elə həmin qaydanı tətbiq etdik. 9-cu sualda f(x) bərabərdir. Kök 6 3-cü dərəcədən x üstə gəlsin. X-in integralını deyir tapın, yəni ibtidai funksiyaların ümumi şəklini. İntegral kök 6 3-cü dərəcədən x üstə gəlsin x dx bərabərdir. Ayrı-ayrı integrallar cəmi kimi göstərsək, integral x üstü 3'də 1 dx üstə gəlsin integral x dx bərabərdir. X-in üstündə üzərinə 1 gəlsək 3'də 4 bölək 3'də 4 üstə gəlsin x kvadratı bölünsün 2 üstə gəlsin c. Biraz da sadələşdirsək x üstü 3'də 4 bölək 3'də 4 vuraq 4'də 3 deməkdir. Üstə gəl x kvadratı bölü 2 üstə gəlsin c. Bu da olar 4'də 3. X üstü 3'də 4 kökün altında 3-cü dərəcədən x üstü 4 deməkdir. Buradan da x-in biri çölə çıxsa olar belə. X vurulsun kökün altı 3-cü dərəcəli x üstə gəl 2'də 1 x kvadrat üstə gəlsin c. Yəni B variantı. 10-cu sualda f(x) bərabərdir 1 bölünsün kökün altında 2x plus 3 funksiyasının ibtidai funksiyalarının yenə də ümumi şəklini tapın. İntegral 1 bölünsün əvəzinə 2x plus 3'ün üstündə mənfi 2'də 1 dx yazaraq. Bu da bərabərdir. Deməli, kəsir xətdir. Surətdə 2x plus 3'ün üstündə üzərinə bir vahid əlavə eləsə 2'də 1 bölünsün. Deməli, 2'də 1. 2 vurulsun, daha doğrusu 2'də 1 üstə gəlsin c. Hardan yarandı bu? Biz bilirik ki, integral kx plus b onun da üstü n dx. Bu şəkildə verilən integralları hesablamaq üçün surətdə kx plus b-nin üzərində n plus 1, məxrəcdə isə k vurulsun n plus 1 yazmalıyıq. İndi onu tətbiq etdik bura. Bu da bərabərdir. 2'lər ixtisar getdi. 2x plus 3'ün üstü 2'də 1'i köklə əvəzləsək, kök 6 2x plus 3 üstə gəlsin c. Yəni Y variantı. 11-ci sualda yenə də o tipdə bir sualdır. Deməli, f(x) bərabərdir 1 bölünsün kökün altında 3x minus 2. Yəni integral kəsr üslü qüvvətə çevirsək 3x çıxılsın 2'nin üzərində mənfi 2'də 1 dx bərabərdir kəsir xətdir. 3x üstə çıxılsın 2'nin üzərində müsbət 2'də 1 üzərinə 1 əlavə elədik. Məxrəcdə isə 3 vurulsun 2'də 1 bərabərdir. Köklə əvəzləsək kökün altında 3x çıxılsın 2, ikinci dərəcədən aşağıda isə 2'də 3 bərabərdir. 3 düşər aşağı 2 qalxar yuxarı 3'də 2 kökün altında 3x çıxılsın 2 üzərinə gəlsin c. Yəni c variantı. Sonra 12-ci suala baxaq. f(x) bərabərdir 5 bölünsün 2x topla 3 mötərizə kubu. Yenə də integrallamaq lazımdır. İntegral 5 bölünsün 2x topla 3 mötərizənin kubu dx bərabərdir. 5'i sabit vuruq kimi integral işarəsi xaricinə çıxarırıq. 5 vuraq. Burada 1 bölünsün 2x topla 3'ün üzərində 3 qalır. Bunu da kəsr üslü qüvvətə çevirsək 2x üzərində 3, onun üstündə mənfi 3'də 1 olar. dx bərabərdir 5 vurulsun integral. Deməli, üzr istəyirəm, integral yox. 5 vurulsun kəsr xətti. Surətdə 2x üstə gəl 3. Üstündə mənfi 3'də 1 üstə gəlinsin 1. Məxrəcdə isə deməli 2 vurulsun mənfi 3'də 1 üstə gəlsin 1. Üstünə gəl c. Sadələşdirsək 5 vurulsun. Bu eləyər 3'də 2. Düzdürmü? Mən bunu 3'də 1 ilə əvəz elədim. Bir dəqiqə. Kök deyil axı burada. Deməli, bərabərdir. Bunu integrallayırıq. 5 bölünsün. 2x üstə gəl 3'ün üstündə 3 dx bərabərdir. 5'i çıxardırıq. 5 vurulsun integral. 2x üstə gəl 3'ün üstü mənfi 3. Dx bərabərdir.
5 vurulsun 2x üstə gəl 3 surətdə mənfi 3 üstə gəl 1 üstündə. Məxrəcdə isə 2 vurulsun mənfi 3 üstə gəlsin 1. Bərabərdir. Biraz da sadələşdirək. 5 vurulsun. Surətdə olacaq 2x topla 3'ün üstündə mənfi 2. Məxrəcdə isə mənfi 2 vur 2 mənfi 4. Bu da eləyər mənfi 4'də 5 vurulsun. 2x üstə gəl 3'ün üstündə mənfi 2. Bu mənfi 2'yə görə də bunu 1 böləklə yazsaq. Olar mənfi 4'də 5. Bu da düşər aşağı 2x topla 3'ün kvadratı. Üstə gəlsin C. Yəni A variantı. Sonra keçdik növbəti 13-cü suala. 13 də eyni tipli sualdır. 14-cü suala baxaq. 14'te deyir ki, böyük fx funksiyası kiçik fx'in ibtidai funksiyasıdır. Kiçik fx bərabərdir 6x çıxaq 4'dür. Böyük f2 bərabərdir mənfi 3'dürsə, böyük f1'i tapın. Biz əvvəlcə böyük fx'i tapaq, yəni bu funksiyanın integralını. Böyük fx bərabərdir integral 6x çıxaq 4 dx bərabərdir. İntegral 6x dx çıxaq integral 4 dx. Bərabərdir 6 vurulsun integral x dx çıxaq 4 vurulsun integral dx. Bərabərdir 6 vuraq x kvadratı bölək 2 çıxaq 4x üstə gələk c. Bərabərdir bu da 3x kvadratı 6 ilə 2 ixtisar getsə çıxaq 4x üstə gəlsin c. Deməli böyük fx'imiz oldu. 3x kvadratı çıxaq 4x üstə gələk c. Və deyir ki, f2 mənfi 3'ə bərabərdir. Yəni x-in yerinə 2 qoyanda cavab mənfi 3 eləməlidir. 12 çıxaq 8 üstə gələk c bərabərdir mənfi 3'ə. 4 üstə gələk c bərabərdir mənfi 3'ə. Buradan da c bərabərdir mənfi 7'yə. Deməli onda böyük fx ibtidai funksiyasında 3x kvadrat çıx 4x çıx 7 olacaq. Və deyir ki, f1'i tapın. f1 bərabərdir 3 çıxaq 4 çıxaq 7. Yəni mənfi 1 çıx 7 mənfi 8 D variantı. 16-cı suala baxaq. 16'da deyir fx bərabərdir sinus x vuraq kosinus 3x funksiyasının ibtidai funksiyaların ümumi şəklini tapın. Yəni integral sinus x vurulsun kosinus 3x dx. Biz bilirik ki, hasilin integralı ayrı-ayrı integrallar hasilinə bərabər deyil. Bu qayda törəmədə də yoxdur. Yəni hasilin törəməsi ayrı-ayrı törəmələr hasilinə bərabərdir. Ancaq limitdədir o. Ona görə də biz buna, yəni bunu 2 dənə ayrı-ayrı integrallara parçalayıb hasili tapa bilmərik. Bəs nədən istifadə edəcəyik? Sinus x vurulsun kosinus 3x hasilini trigonometriya əsasən hasilin cəmə gətirilməsi düsturu vasitəsilə cəm şəklinə gətirəcəyik. Yəni düsturu buradan yazaq. Yadımıza düşsün. Sinus alfa vurulsun kosinus beta bərabərdir 2'də 1. Mötərizə daxilində sinus alfa topla beta. Sinus alfa topla beta. Üstünə gəlinsin sinus alfa çıxaq beta. İndi yerinə qoysaq, bizdə alfanın yerində x-dır, beta'nın yerində 3x-dır. Olacaq belə, integral 2'də 1 sinus alfa topla beta, yəni sinus 4x üstə gəlsin sinus alfa çıxılsın beta x çıxılsın 3x eləyər mənfi 2x. Sinus tək funksiya olduğuna görə mənfini qarşıya verər, ona görə bu çıxaq olar. Yəni çıxılsın sinus 2x dx bərabərdir. 2'də 1'i çölə çıxardaq. 2'də 1 integral və ayrı-ayrı integrallara parçalayaq. Sinus 4x dx çıxılsın integral sinus 2x dx bərabərdir. 2'də 1 sinus 4x'in integralı 4'də 1 mənfi kosinus 4x çıxılsın sinus 2x'in integralı 2'də 1 mənfi kosinus 2x, o mənfini də bura versək üstə gələk olar.
bərabərdir. 2-də 1-i mötərizənin içinə vurub atsaq, -8-də 1 kosinus 4x üstə gəlsin 4-də 1 kosinus 2x üstə gəlsin c. Toplananların da yerini dəyirsək, 4-də 1 kosinus 2x çıxaq 8-də 1 kosinus 4x üstə gəlsin c. Doğru cavab D variantı. 17-ci sualda eynisidir. İndi 18-ci suala baxaq. 18-də deyir ki, İbtidai funksiyası böyük fx bərabərdir. 2 sinus x çıxaq x vurulsun kosinus x üstə gəl c olan funksiyanı göstərin. Bundan əvvəldə də var idi. 4-cü ya da 5-ci sual. İbtidai funksiyası budur. Biz kiçik funksiyanı tapmalıyıq. Ondan ötürü bunun törəməsini tapmaq lazımdır. Yəni 2 sinus x çıxaq x kosinus x üstə gəl c-nin törəməsi bərabərdir. 2 sinus x-in törəməsi 2 kosinus x çıxaq. X kosinus x-in törəməsində birinci x-in törəməsi 1 kosinus x üstə gəl. İkincinin törəməsi vurulsun birinci. Yəni kosinus x-in törəməsi mənfi sinus x-dir. Ona görə çıxılsın. X vurulsun sinus x. Sabitin də törəməsi 0-dır. Bərabərdir. Mötərizəni mənfiyə görə atsaq 2 kosinus x çıxaq kosinus x üstə gəlsin x sinus x. Bu da edər kosinus x üstə gəlsin x sinus x. Kosinus x üstə gəl x sinus x, yəni C variantı. Sonra 19-cu suala baxaq. Deməli, fx bərabərdir. 19-da fx bərabərdir. 3x kvadratı çıxaq 2x üstə gəlsin 5. Funksiyasının qrafiki m -1 -6. -1 -6 nöqtəsindən keçən ibtidai funksiyasını deyir tapın. Deməli, biz bunun ibtidai funksiyalar çoxluğunu hələ tapacağıq, ümumi şəklini. Sonra oradan c-nin dəqiq qiymətini bilmək üçün bu nöqtədən istifadə edəcəyik. Yəni, tapdığımız ibtidai funksiyada x-a -1, y-ə -6 deməklə c-ni tapacağıq. İntegral 3x kvadratı çıxaq 2x üstə gəl 5 dx bərabərdir. İntegral 3x kvadratı dx çıxaq integral 2x dx üstə gələk integral 5 dx bərabərdir. 3 vurulsun x kubu bölünsün 3 çıxılsın. 2 vurulsun x kvadratı bölünsün 2 üstə gəlsin 5x üstə gəlsin c. Sadələşdirsək, yəni ixtisarlar aparsaq, x kubu çıxaq x kvadratı üstə gəlsin 5x üstə gəlsin c. Bu oldu bizim ibtidai funksiyamız və -1 -6 nöqtəsindən keçir. Aparıb x-in yerinə -1 qoyuruq. -1 çıx 1 çıx 5 üstə gəl c bərabərdir -6-ya. Buradan -7 üstə gəl c bərabərdir -6-ya və c bərabərdir müsbət 1-ə. Deməli, ibtidai funksiyamızın onda ümumi şəkli böyük fx bərabərdir. X kubu çıx x kvadratı üstə gəl 5x üstə gəl 1 şəklində. Yəni B variantı olacaq. Daha sonra 20-ci sualda eyni tipdədir və verilən funksiya çoxhədli funksiyasıdır. Ona görə yazmıram, amma 21-ci sual y üstü x funksiyasına aiddir. Ona görə bunu yazaq. 21-də deyir ki, fx bərabərdir y üstü x çıxaq x. Yenə də bunun integralını tapıb 0,2 nöqtəsindən keçirir. C-nin qiymətini tapacağıq. İntegral y üstü x çıxaq x dx bərabərdir. İntegral y üstü x dx çıxaq integral x dx bərabərdir. Biz bilirik ki, y üstü x-in integralı da x-dır, y üstü x-dır, törəməsi də elə y üstü x-dır. Ona görə y üstü x-in integralı y üstü x çıxaq x kvadrat bölü 2, x-in integralı üstə gəlsin c. 0,2 nöqtəsindən keçməyi o deməkdir ki, x-a 0 verib funksiyanı 2-yə bərabər eləyəcəyik. Y üstü 0 çıxaq 0 kvadratı bölü 2 üstə gələcək bərabərdir 2-yə. Y üstü 0 1-ə bərabərdir. 1 çıxaq, bu 0-dır. Üstə gəl c bərabərdir 2-yə. Buradan da c bərabərdir 1-ə. Deməli, bunu silirik. Əvəzinə üstə gəlsin 1 yazırıq. Baxaq görək hansı variantdır. Y üstü x çıxaq x kvadratı bölü 2 üstə gəl 1. D variantı. 22-ci sual eynisidir. 23-cü suala baxaq. Fx bərabərdir 1 bölü x kvadratı
Üstə gəl 2x üstə gəlsin 9. Ümumi şəklini tapmaq lazımdır. İntegral 1 bölü x kvadratı üstə gəl 2x üstə gəl 9 dx. Ayrı-ayrı integrallar cəmi kimi 1 bölünsün x kvadratı dx. Bunu da elə dəyişib x üstü mənfi 2 şəklində yazıram. X üstü mənfi 2 dx üstə gəl 2x dx üstə gəl 9 dx bərabərdir. X üstündə deməli mənfi 2 topla 1, məxrəcdə mənfi 2 topla 1. Üstünə gələk 2x kvadratı bölü 2. Üstə gələk 9x, üstə gələk c. Deməli, x-in üstündə mənfi 2-nin üstünə 1 gəlsək, mənfi 1 bölək mənfi 1. Üstə gələk 2-lər ixtisar getsə x kvadratı, üstə gəlsin 9x, üstə gəlsin c. Bərabərdir. Bu eləyər mənfi 1 bölünsün x, üstə gəl x kvadratı. Üstə gələk 9x, üstə gəlsin c. Yəni doğru cavab c variantı. 24-cü sualda eynisidir. 25-ci suala baxaq. Deməli, integral 4 sinus 4x vurulsun kosinus 4x dx integralını hesablayın. Mən nə edirəm? Bu 4-ün əvəzinə 2 vurulsun 2 yazıram və davamını köçürdürəm. Sinus 4x vurulsun kosinus 4x dx bərabərdir. Birinci 2-ni sabit vuruq kimi qarşıya çıxardıram. 2 vurulsun. İntegral daxilində qalır. Yəni bunlar artıq qalır integralın içində. 2 vuraq. Sinus 4x vuraq kosinus 4x dx bərabərdir. 2 vurulsun. İntegral 2 sinus 4x kosinus 4x bizə sinus 8x verir. Dx bərabərdir. 2 vurulsun. Qaydaya görə 8-də 1 vurulsun. Mənfi kosinus 8x. Üstə gəlsin c. Buradan 2 ilə 8 ixtisar aparsaq. Mənfi 4-də 1. Deməli kosinus 8x üstə gəlsin c. Yəni y variantı. Mən bu qaydaların hamısını, yəni hansı funksiyanın integralı hansı şəkildə tapılır, bunların hamısını integral mövzusunun izahında demişəm. Ona görə burada birbaşa elə tez-tez həll eləyirəm. 25-ci sualı yazdıq. 26-ya baxaq. Yenə də integral mötərizə daxilində kosinus kvadratı 5x çıxılsın sinusun kvadratı 5x dx integralını hesablayın bərabərdir. Trigonometrik ifadələrdən bilirik ki, bu bizə verir. Yəni 2 qat arqumentin açılışından kosinus 10x dx bərabərdir 10-da 1 sinus 10x üstə gəlsin c. 10-da 1 sinus 10x üstə gəlsin c. Deməli c variantı. 27-ci sualda integral mötərizə daxilində kosinus 5x kosinus 2x üstə gəlsin sinus 5x sinus 2x dx bərabərdir integral. Bu bizə uşaqlar kosinus alfa minus betanın açılışını veribdir. Orada biz demişdik ki kosinus alfa minus betanın açılışında kosinus alfa kosinus beta üstə gəl sinus alfa sinus beta. İndi yığanda olacaq kosinus 5x çıxaq 2x yəni 3x dx bərabərdir. 3-də 1 sinus 3x üstə gəlsin c. Yəni c variantı. 28-ci sualda da eyni tipdədir. Sadəcə burada kosinus 3x kosinus x çıxaq sinus 3x sinus x. Yığanda olacaq deməli kosinus 3x üstə gəl x. Yəni kosinus 4x-in açılışı. 29-da f(x) bərabərdir. Sinus x vuraq kotangens x üstə gəl 1. İntegral sinus x vurulsun. Kotangens x-in əvəzinə kosinus x bölünsün sinus x yazarıq. Görsünüz şərtdə verib ki x fərqlidir pnlərdən. Çünki mən kotangens x-in əvəzinə kosinus bölü sinus yazanda məxrəcdə x-in yerinə p-ni və onun misillərini qoymaq olmur. Çünki məxrəcə sıfıra çevirir. Ona görə şərtində belə bir şey yazıbdır. Üstə gəlsin 1 dx bərabərdir. Sinuslar ixtisar gedər. İntegral kosinus x üstə gəlsin 1 dx bərabərdir.
Ayrı-ayrı integrallar cəmi kimi göstərsəm, deməli, integral kosinus x dx üstə gəlsin 1 dx. Yəni sinus x üstə gəlsin x üstə gəlsin c, yəni c variantı. Sonra 30-cu sualda da eyni tipdədir. Orada deməli mənfi kosinus x qalır. Tangens x-in əvəzinə sinus x bölünsün kosinus x yazırıq. Kosinus x-lər ixtisar gedir. Sonra da eyni qaydada integralını tapırıq. 31-ci sualda deyir ki, fx bərabərdir kosinus x funksiyasının qrafiki. Fx bərabərdir kosinus x. Qrafiki m P1 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Əvvəl ibtidai funksiyasını tapırıq. İntegral kosinus x dx bərabərdir. Bu bizə verir sinus x üstə gələk c. P1 nöqtəsindən keçməsi, yəni x-a p verəndə 1-ə bərabər olur. Sinus p üstə gələk c bərabərdir 1-ə. Sinus p də 0-dır. 0 üstə gələk c bərabərdir 1-ə. Buradan c bərabərdir 1. Deməli, ibtidai funksiyamız sinus x üzərinə gəlsin 1-dir. Y variantı 32 eynisidir. 33-cü suala baxaq. Maraqlı sualdır. Deməli, 33-də fx bərabərdir 7 bölünsün 3x üstə gəlsin 1. İbtidai funksiyalarının ümumi şəklini tapın. İntegral 7 bölünsün 3x üstə gəlsin 1 dx. 7-ni sabit vuruq kimi qarşıya çıxarsaq, integral 1 bölünsün 3x üstə gəlsin 1 dx. Bu da bərabərdir. Buradakı 3-ü də 3də 1 ilə qarşıya çıxartmalıyıq. 7 vurulsun 3də 1 integral. Üzr istəyirəm, integral yox. Ln modulda 3x topla 1 üstə gəlsin c. Nəyə görə uşaqlar? Bizim qaydamız var idi. Təkrar xatırladıram. İntegral 1 bölünsün kx plus b bərabər idi 1 bölək k vurulsun ln modulda kx plus b-yə. Mən də həmin qaydanı tətbiq elədim. Bizdə 1 deyil 7-dir. 7-ni sabit vuruq kimi qarşıya çıxartdım. Qaldı 1 bölünsün 3x plus 1. K-nın yerində 3 durubdur. Deməli, baxın 1 bölək k-nı da çölə çıxardıram. Ona görə 1 bölək 3-ü çıxartdım. Ln modulda 3x plus 1 qaldı. Doğru cavabımız 3-də 7. Ln modulda 3x topla 1 topla c, yəni D variantı. 34-cü sual eynisidir. 35-ci suala baxaq. İntegral 3 üstü x vurulsun 4 üstü 2x dx bərabərdir. İntegral 3 üstü x vurulsun 4 üstü 2x'in əvəzinə 4 üstü 2 onun da üstündə x yazıram. Dx bərabərdir. İntegral 3 üstü x vurulsun 4 üstü 2 onun da x'in əvəzinə 16 üstü x yazmaq olar. Dx bərabərdir. Bu da hasilin qüvvətə yüksəldilməsinə görə 48 üstü x şəklində yazıla bilər. Aha. Biz demişdik ki, integral a üstü x bərabərdir. A üstü x bölünsün ln a-ya. Yəni, üslü funksiyanın integralı a üstü x bölünsün ln a-ydı. Törəməsi ilə qarışdırmayın. Törəməsi a üstü x-in a üstü x vuraq ln a-dır. İntegralında isə bölək ln a-dır. Onda biz də o qaydanı bura tətbiq eləsək, 48 üstü x bölünsün ln 48 üstə gəlsin c, yəni y variantı. 36-cı suala baxaq. Fx funksiyası deyir ki, fx bərabərdir 3x kvadratı üstə gəl 2 sinus 2x. Funksiyasının qrafiki koordinat başlanğıcından keçən, koordinat başlanğıcı deyirsə, deməli o 0, 0 nöqtəsidir bu. İbtidai funksiyasını tapın. Əvvəl integrallayaq. 3x kvadratı üstə gəlsin 2 sinus 2x dx bərabərdir. İntegral 3x kvadratı dx üstə gəlsin 2 vurulsun integral sinus 2x dx bərabərdir. 3 vurulsun x kubu bölünsün 3 üstə gəlsin 2 vurulsun 2'də 1 vurulsun mənfi kosinus 2x üstə gəlsin c. Sadələşdirsək 3'lər ixtisar getdi, x'in kubu üstə gəlsin 2'lər ixtisar getdi. Bu mənfiyə görə artıq bu da çıxaq oldu. Çıxaq kosinus 2x üstə gəlsin c.
0, 0 nöqtəsi, yəni x-a 0 verib 0-a bərabər eləməliyik. Onda belə bir şey alınar. 0 çıxaq kosinus 0 üstə gələk c bərabərdir 0-a. Mənfi kosinus 0-da 1 alır. Mənfi 1 üstə gələk c bərabərdir 0-a. Buradan da c bərabərdir 1-ə. Deməli, ümumi şəkli olacaq. X kubu çıxaq kosinus 2x üstə gələk 1. Baxaq görək, x-in kubu çıxaq kosinus 2x üstə gəlsin 1 A variantı. 37-ci sual eynidir. 38-də də eynən bu tipdə də həll eləyək. Yəni, bu tipdə deyəndə mahiyyət etibarı ilə hamısı eyni mənanı verir. F(x) bərabərdir 2 sinus x, nöqtəmiz m, pi bölünsün 3, mənfi 1-dir. İntegral 2 sinus x dx bərabərdir 2 integral sinus x dx bərabərdir mənfi 2 kosinus x üstə gəlsin c. Və pi bölünsün 3 mənfi 1 nöqtəsindən keçir. Mənfi 2 sinus pi bölə 3 60 dərəcədir. Üstə gəlsin c bərabərdir mənfi 1-ə. Mənfi 2 vuraq sinus 60-da 2-də 1-dir. Üstə gəl c bərabərdir mənfi 1-ə. Mənfi 1 üstə gəl c bərabərdir mənfi 1-ə və buradan c bərabərdir 0-a. Deməli, ibtidai funksiyamız elə mənfi 2 kosinus x şəklindədir. Y variantı. 39-a baxmırıq. Eynən ondandır. 40-a baxaq. Deməli, qrafiki təsvir olunmuş f(x) funksiyasının böyük f(x) ibtidai funksiyalarının ümumi şəklini tapın. Əvvəla uşaqlar, qrafika baxırıq. Qrafik düz xətdir. Düz xətt isə deməli bu xətti funksiyanın qrafikidir və onun ümumi şəkli y bərabərdir kx plus b şəklindədir. Biz də bilirik ki, y oxun kəsdiyi nöqtə b-nin qiymətidir. Deməli, burada b 1-dir. Çünki y-i müsbət 1-də kəsibdir. Sonra bu nöqtəyə diqqət eləyirik. Bu nöqtənin absisi mənfi 1, ordinatı isə 0-dır və nöqtə həmin o qrafikin düz xəttin üstündə yerləşib. Yəni, mənfi bir 0 nöqtəsi bu düz xəttin üzərində yerləşibsə, bu o deməkdir ki, həmin bu düz xəttin tənliyin ödəməlidir. Yəni, x-in yerinə mənfi 1 qoyuruq. Mənfi k topla 1 bərabərdir 0-a. Mənfi k bərabərdir mənfi 1-ə. Buradan k bərabərdir 1-ə. Onda funksiyamız y bərabərdir k 1-dirsə, x topla 1 şəklindədir. Bizə də deyir ki, həmin o funksiyanın ibtidai funksiyasının ümumi şəklini tapın. Yəni, integral x topla 1 dx bərabərdir integral x dx üstə gəlsin integral 1 dx. Bərabərdir x kvadratı bölünsün 2 üstə gəlsin x üstə gəlsin c. Doğru cavab Bakı variantı. 41-ci sualda 5 vurulsun f'(x) böyük f'(x) bərabərdir 4 vurulsun f(x). Olarsa funksiyalardan hansı deməli kiçik f(x)'in ibtidai funksiyasıdır. Əvvəla buradan kiçik f(x)'ı tapaq biz. Kiçik f(x) bərabərdir. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Yəni 4-də 5 f'(x). Düzdür? Və bizə deyir ki, bunun f(x)'in, kiçik f(x)'in ibtidai funksiyasını tapın. Biz də bilirik ki, ibtidai funksiya tapanda bunu integrallamalıyıq. İntegrallayaq. Onda bura 1 dx əlavə edirik. İntegral 4-də 5 f'(x) dx bərabərdir. Bilirik ki, integralla törəmə tərs əməllərdir. Yəni, bunlar bir-birini aparır. Törəmə ilə integral bir-birini aparır. Qalır 4-də 5 elə böyük f(x) üzərinə gəlsin c. İndi baxın uşaqlar variantlara. Burada 4-də 5 f(x) üstə gəlsin c-nin əvəzinə 3 verib A variantında. Elə doğru cavabımız A variantıdır. Çünki əvvəla heç bir variantda 4-də 5 böyük f(x) yoxdur. Bir dənə B-də kəsir var əmsalda, yəni qarşıda odur 5-də 4-dür. Qalan variantlara heç baxmağına dəyməz. Niyə görə deyirsiniz ki, bəs üstə gələk 3, bəlkə çıxaq 3-dür, bəlkə nə bilim çıxaq 50-dir. Onsuz da nə olsa belə onun törəməsi həmin şeyi verəcək. Yəni bu sabit artıq orada sıfıra gedəcək. Onun bir mənası, mahiyyəti olmayacaq. Ona görə də elə doğru cavabımız A variantı. 42 eynisidir. 43-cü suala baxaq. Kiçik f(x) bərabərdir mənfi 2x üstə gəl 3. İbtidai funksiyası böyük f(x)'dir və böyük
f0 4'dür. Bizə deyir ki, böyük f(x) böyükdür 0 bərabərsizliyini həll edin. Əvvəl böyük f(x)'ı tapaq, yəni bu funksiyanın ibtidai funksiyasını. Böyük f(x) bərabərdir integral mənfi 2x topla 3 dx bərabərdir integral mənfi 2x dx üstə gəlsin integral 3 dx bərabərdir mənfi 2 x vurulsun x kvadratı bölü 2 üstə gəlsin 3x üstə gəlsin c. Bu da bərabərdir mənfi x kvadratı üstə gəl 3x üstə gəlsin c. Deməli böyük f(x) bərabərdir mənfi x kvadratı üstə gəlsin 3x üstə gəlsin c-yə. Deyir ki f0 4'dür. Biz böyük yəni bu ibtidai funksiyada x-a 0 verib y-i 4'ə bərabər eləməklə c-ni tapaq. 0 üstə 0 üstə gələk c bərabərdir 4'ə. Buradan c bərabərdir 4. Deməli ibtidai funksiyamız mənfi x kvadrat üstə gəlsin 3x üstə gəlsin 4 şəklindədir. Və deyir ki onu 0'dan böyük eləyib bərabərsizlik həll eləmək lazımdır. Mənfi x kvadrat üstə gəlsin 3x üstə gəlsin 4 böyükdür 0'dan. Hər tərəfi mənfiyə bölsək x kvadratı çıxaq 3x çıxaq 4 kiçikdir 0'dan. Viyyətə görə köklər cəmi 3 hasili mənfi 4 olan ədədlər 4 ilə mənfi 1'dir. 4 mənfi 1 vuruqlar şəklində yazsaq x minus 4 x plus 1 kiçikdir 0'dan. Ədəd oxunda tapdığımız kökləri qeyd eləsək, boş nöqtə mənfi 1, boş nöqtə 4 intervallara bölək. Mənfi 1'dən kiçik mənfi 2 versək, mənfi mənfi bura olar müsbət. Mənfi 1, 4 arasında 1 versək, mənfi müsbət burada mənfi. 4'dən böyük nə versək müsbət olacaq. Kiçik 0 nə deməkdir? Mənfi olanları götürmək. Mənfi olan aralıq da mənfi 1 ilə 4 aralığıdır. Yəni doğru cavab C variantı. 44-cü sual eynisidir. 45'dən f(x) bərabərdir 3x kvadratı çıxılsın 2y üstü x funksiyasında böyük f0 bərabərdir 0 şərtini ödəyin ibtidai funksiyasını tapın. İntegral 3x kvadratı deməli böyük f(x) f(x) bərabərdir integral 3x kvadratı çıxaq 2y üstü x dx bərabərdir integral 3x kvadratı dx çıxaq 2'ni ilə birbaşa qarşıya keçirdirəm. 2 vurulsun integral y üstü x dx bərabərdir 3x kubu bölünsün 3 çıxılsın 2 vurulsun y üstü x üstə gəlsin c. Bu da bərabərdir üstlər ixtisar getsə x kubu çıxaq 2 vurulsun y üstü x üstə gəlsin c. f0 bərabərdir 0. Yəni 0 qoysaq 0 kubu çıxaq 2 vuraq y üstü 0 üstə gəl c bərabərdir 0'a. Mənfi 2 vurulsun y üstü 0 1'dir. Üstə gəl c bərabərdir 0'a. Mənfi 2 üstə gəl c bərabərdir 0'a. Buradan c bərabərdir 2'yə. Və ibtidai funksiyamız da burada üzərinə gəlsin 2. X-in kubu çıxaq 2 y üstü x üstünə gəlsin 2. Yəni c variantı. 46 eyni tipdədir. 47-ci suala baxaq. İntegral sinus 4x vurulsun kosinus 4x vurulsun kosinus 8x dx integralını hesablayın. Mən deməli bu integral 6 funksiyanı 2'yə vurub 2'yə də bölürəm. İntegral 2 vurulsun sinus 4x vurulsun kosinus 4x bölünsün 2 bir də vurulsun kosinus 8x dx bərabərdir integral 2'də 1 İlk 3 hasil, yəni 2 sinus 4x kosinus 4x bu mənə verir sinus 8x vurulsun kosinus 8x dx. Təkrardan bu 2'də 1'i keçirdirəm qarşıya. 2'də 1 integral içəridə sinus 8x kosinus 8x qalır. Onu bir də 2'yə vurub 2'yə böləndə 2'də 1 sinus 16x'i verir bizə dx. Sonra bu da bərabərdir. 2'də 1'i də qarşıya keçirsək 4'də 1 integral sinus 16x dx bərabərdir. 4'də 1 vurulsun. 16x olduğuna görə 16'da 1 də keçir qarşıya. Sinus olduğuna görə mənfi kosinus 16x üstə gəlsin c. Bu da edir mənfi 64'də 1 kosinus 16x üstə gəlsin c.
Yəni D variantı. 48-ci sual eynidir. 49-a baxaq. İntegral x kvadratı çıx 9 bölünsün 3x çıxaq 9 dx hesablayın. İntegral sürəti müxtəsər vurma düsturuna görə, yəni kvadratlar fərqi ilə açsaq, x çıxaq 3, x topla 3. Məxrəcdə də 3-ü ortaq vuruq kimi çıxarsaq, x çıxaq 3 və x çıxaq 3-lər ixtisar getsə, qalar integral x üstə gəlsin 3 bölünsün 3 dx. Bunu da ayrı-ayrı kəsirlər kimi də göstərə bilərik. 3-də 1-i də qarşıya çıxarda bilərik. Ayrı-ayrı kəsirlər kimi göstərsək, x bölünsün 3 dx üstə gəlsin 3 bölünsün 3, yəni 1 dx bərabərdir 3-də 1 integral x dx, 3-də 1-i çıxartdım, üstə gəlsin 1 dx. İntegralını tapsam, 3-də 1 vurulsun, x-in integralı x kvadratı bölünsün 2, bu da x kvadrat bölü 6 deməkdir. Yəni 6-da 1 x kvadratı, üstə gəlsin 1-in integralı x, üstə gəlsin c. Yəni B variantı. 50-ci sual eyni. 51-ə baxaq. Deməli 51-də də əslində yəni mahiyyət etibarı ilə elə hamısı demək olar ki, eyni suallardır. Sadəcə biraz funksiyalar fərqlidir. F(x) bərabərdir sinus kvadratı x funksiyasının qrafiki A01 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. İntegral sinus kvadratı x dx. Burada mütləq dərəcəni aşağı salma düsturundan istifadə edəcəyik. Sinus kvadratı x-in dərəcəsini aşağı salanda 1 çıxılsın kosinus 2x bölünsün 2 dx bərabərdir. Bunu da ayrı-ayrı kəsirlər kimi göstərsək, integral 2-də 1 dx çıxılsın integral 2-də 1 kosinus 2x dx bərabərdir. 2-də 1-in integralı 2-də 1x çıxılsın, 2-də 1 vurulsun o birisində. Kosinus 2x-dan da 2-də 1 çıxar qarşıya və bunun da integralı sinus 2x üstə gəlsin c. Bu da bərabərdir. 2-də 1x çıxaq 4-də 1 sinus 2x üstə gələcək və nöqtə də 0,1 idi. 0 qoysaq 0 çıxaq 4-də 1 sinus 0. Sinus 0-da elə 0 alır. Elə o da 0 olacaq. Deməli, elə c bərabərdir 1 alınacaq. Burada da bunu silib c-nin yerinə elə 1 yazacağıq. Üstə gəlsin 1. Baxaq görək hansı variantdır. 2-də 1 x çıxaq 4-də 1 sinus 2x. Üstə gəlsin 1 A variantı. 52-ci sual eynisidir. 53-ə baxaq. 53 biraz maraqlı sualdır. Deməli, integral 8 bölünsün 1 üstə gəlsin kosinus x dx integralını hesablayın. Bərabərdir. 8-i keçiririk qarşıya. 8 vurulsun integral 1 bölünsün 1 üstə gəlsin kosinus x dx. Bu da bərabərdir. 8 vuraq integral 1 bölünsün. Məxrəci 2-yə vurub 2-yə də bölürük. 2 vurulsun 1 üstə gəlsin kosinus x bölünsün 2 dx bərabərdir. 8 vurulsun integral 1 bölünsün. Sonra bunu bu şəkildə yaza bilərik də biz. 2 vurulsun 1 üstə gəlsin kosinus x bölünsün 2 düzdür. dx bərabərdir. 8 vurulsun integral 1 bölünsün 2 vurulsun. Bu hissə uşaqlar 1 üstə gəlsin kosinus x bölünsün 2. Bu bizə verir kosinus kvadratı x bölünsün 2'ni. Kosinus kvadratı x bölü 2 dx. Yenə bunu ayrı-ayrı kəsirlərin hansı kimi göstərsəm, 8 vuraq integral, 2'də 1 vuraq, 1 bölək kosinus kvadratı x bölü 2 dx. Düzdür? Bu 2'də 1'i də qarşıya atsam, 8 vuraq 2'də 1, yəni 4 vuraq integral 1 bölünsün kosinus kvadratı x bölünsün 2 dx. Bilirsiniz ki, yəni qaydada demişdim mən, integral 1 bölünsün kosinus kvadratı 1 bölünsün kosinus kvadratı x dx. Bu bizə tangens x-in integralını verir. Yəni törəməsini verir də. Geriyə qaytaranda tangens x-dir. İndi burada da x bölü 2 olduğundan tangens x bölü 2 olacaq. Yəni 4 vuraq tangens x bölü 2 üstə gəlsin c. C variantı. Daha sonra 54-cü də eyni bu tipdədir. 55'də
Yenə də deyir ki, fx funksiyasını verib qrafiki 1,27 nöqtəsindən keçən fx-in ibtidai funksiyası üçün f mənfi 2-ni tapın. Yəni fx ibtidai funksiyasını qurub nöqtədən istifadə edib c-ni tapıb, sonda da mənfi 2, f mənfi 2-yi tapmaq üçün ümumi ibtidai funksiyada x-in yerinə mənfi 2 qoyacaq. 56 eynisidir. 57-ni yazacağım. Deməli, 57-ci sualda birincisində integral kosinus x dx bərabərdir. Bu bizə verir sinus x üstə gəlsin c-ni. Orada da yazıb fx üstə gələcək. Deməli, bizdə fx-in yerində sinus x-dir. Baxaq görək, y variantı 1-ə y. İkincisində integral 1 bölünsün sinus kvadratı x dx bərabərdir fx üstə gəlsin c-yə. Qaydada demişdik biz, bayaq da yazdım. 1 bölü kosinus kvadratı x tangens x-i verir integralında. Amma 1 bölünsün sinus kvadratı x mənfi kotangens x-i verir. Deməli, bu olacaq mənfi kotangens x üstə gələcək. Yəni, fx-in yerində mənfi kotangens x-dir. 2-yə d variantı. 3-də isə integral a üstü x dx. Biz də bayaq dedik, a üstü x-in integralı a üstü x bölünsün ln a üstə gəlsin c, yəni b variantı. Sonra 58 də bundandır. Bir dənə bundan deyəndə, yəni eynən bu tipdədir. 59-a baxaq. 59-un birincisində deməli integral surətdə sinus kubu x çıxaq kosinus kubu x. Bunun müxtəsər vurma düsturlarından kublar fərqi ilə açsam, sinus x çıxaq kosinus x. İkinci mötərizədə sinus kvadratı x üstə kosinus kvadratı x üstə gəlsin sinus x kosinus x. Kvadratlar cəmi də 1-i verər. 1 üstə gəlsin sinus x kosinus x. Aşağıda da 1 üstə gəlsin sinus x kosinus x dx. Elə bunlar ixtisar gedər. Qalar integralın içində sinus x çıxaq kosinus x dx. Bunları da ayrı-ayrı integrallar fərqi kimi göstərsəm, sinus x dx çıxılsın integral kosinus x dx. Bu da bərabərdir. Sinusun integralı mənfi kosinus x çıxılsın kosinusun integralı sinus x üstə gəlsin c. Deməli, mənfi kosinus x çıxılsın sinus x üstə gəlsin c, b variantı. Sonra ikincisində 2, bunları ayrı-ayrı kəsirlər kimi göstərdim. 2 bölünsün sinus kvadratı x. Üstə gəl sinus kvadratı x böl sinus kvadratı. Yəni 1, bir də dx. Sonra parçalasam integral 2 bölünsün sinus kvadratı x dx. Üstə gəlsin integral 1 dx. Bu da mənə verəcək 2 vurulsun. Bayaq dedik ki, sinusun ki mənfi kotangesli kvadratında. Mənfi 2 kotanges x. Üstə gəlsin x üstə gəlsin c. Yəni c variantı. Üçüncüsündə də eynən bu tipdədir. Orada sadəcə kosinusdur. Olur integral 3 bölünsün kosinus kvadratı x üstə gəlsin 1 dx. Bu da bizə verir ayrı-ayrı integrallayanda. 3 vurulsun tangens x üstə gəlsin x üstə gəlsin c. Yəni a variantı. Daha sonra 60'dır. Eyni bundandır. Yəni bu tipdədir. 61-də, 62-də, 63-ə baxaq biz. Eyni bundan deyəndə, yəni hamısı oxşar suallardır. 63-cü sualda baxın, bir dənə elə belə şifahi deyim. Məsələn, 62-nin 3-cüsündə 2 sinus x kosinus x, bunu müxtəsərlə yığacağıq. Üzr istəyirəm. 2 qat arqumentin açılışına görə yığacağıq. Olacaq sinus 2x. Sinus 2x-in integralı mənfi 2-də 1 kosinus 2x. Üstə gələcək c variantı uyğundur. Sonra ikincisində məsələn 1 çıxılsın kosinus kvadratı x-in əvəzinə sinus kvadratı x yazacağıq. Sonra sinus kvadratı x-i dərəcənin aşağı salması ilə açacağıq. 1 çıxaq kosinus 2x bölünsün 2. Sonra o ifadəni integrallayacağıq. Sonra məsələn kotangens kvadratı x-i neynəyəcəyik? Bizim axı belə bir qaydamız var idi. 1 üstə gəlsin. Məsələn 61-in birincisini qoyun yazım. Elə o da bu tipdədir. Orada amma tangensləndir. Tangensin kvadratı x. Bizim axı belə bir qaydamız var idi. 1 üstə gəlsin. Tangensin kvadratı x bərabər idi. 1 bölünsün kosinus kvadratı x-a. Düzdür. Buradan elə tangensin kvadratı x bərabərdir. 1 bölünsün kosinus kvadratı x çıxılsın 1. Aparıb yerinə yazıb integrallasaq 1 bölünsün kosinus kvadratı x çıxaq 1 dx. Bu da bərabərdir. Bu bizə verir tangens x-i çıxılsın. Birinci də x-dir.
üstə gəlsin C. Deməli, tangens x çıxar x üstə gələcək C variantı. Və yaxud da 62-də kotangens kvadrat x idi. O bir düsturumuz idi belə idi. 1 üstə gəlsin kotangens kvadrat x bərabərdir. 1 bölünsün sinus kvadrat x. Bunu da 10 ilə tapırıq. 63-ə baxaq. Deməli, mən nə edəcəm burada? İbtidai funksiyasını tapacağım. Amma nöqtələri özünüz qoyub C-ləri təyin eləyərsiniz. Deməli, f(x) bərabərdir. 1 bölünsün 2 kök altında x üstə gəlsin 1-dir. İntegralını tapırıq. 1 bölünsün 2 kök altında x üstə gəlsin 1 dx bərabərdir. İntegral ayrı-ayrı integrallar cəminə parçalayırıq. 1 bölünsün 2 kök altında x dx üstə gəlsin integral 1 dx. Bu da bərabərdir. Deməli, 2-də 1-i çölə çıxartsaq, 2-də 1, 1 bölçəkdə x qalır. Onun da əvəzinə x üstü mənfi 2-də 1 dx üstə gəlsin integral 1 dx. Bu da oldu. 2-də 1 vurulsun. X-in üstündə üstünü bir vahid artırırıq. 2-də 1 bölünsün 2-də 1 üstə gəlsin x üstə gəlsin c. 1'in integralı x'dir. Bu da bərabərdir. 2'də 1 vurulsun. Kökdə x bölünsün. Bu bizə kökdə x'i verir. Bölünsün 2'də 1 yəni vurulsun 2 olur da. 2 kök altında x üstə gəl x üstə gəlcək. Elə buradan da 2'lər ixtisar gedir. Qalır kökdə x üstə gəl x üstə gəlsin c. Bu olur onun ibtidai funksiyası. İndi bir dəfə biz nə edəcəyik? Birincini yoxlamaq üçün x-a 1 verib funksiyanı 2'yə bərabər eləyib c-ni tapacağıq. Sonra 4 verib 4'ə bərabər eləyib c-ni tapacağıq. Sonra da 9 verib 11'ə bərabər eləyib c-ni tapacağıq. 64-cü suala baxaq. 64'də deyir ki f(x) bərabərdir. X kvadratı üstə gələk 4x üstə gələk 3. Məxrəcdə x kvadratı üstə gəlsin x. Funksiyasının m 1,5 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Əvvəla ibtidai funksiyasını tapmaqmışdan əvvəl biraz bunu sadələşdirək. Viet teoreminə görə surətdə kökləri cəmi -4 hasili müsbət 3 olan ədədlər -1-dən -3'dür. Vuruqlar şəklində yazsaq x topla 1, x topla 3. Məxrəcdən də x ortaq çıxarsaq x topla 1. X topla 1'lər ixtisar gedər. X topla 3 bölünsün x. Ayrı-ayrı kəsrlər kimi yazsaq 1 üstə gəlsin 3 bölünsün x qalar. İndi bunu integrallasaq, integral 1 üstə gəlsin 3 bölünsün x dx bərabərdir. İntegral 1 dx üstə gəlsin integral 3 bölünsün x. Burada da elə 3'ü birbaşa qarşıya keçirdək. 3 vurulsun 1 bölünsün x dx bərabərdir. 1'in integralı x üstə gəlsin 3 vurulsun 1 bölü x'in integralı ln modul x üstə gəlsin c. Nöqtə 1,5 nöqtəsi idi. Deməli x-a 1 veririk. 1 üstə gələk 3 ln modul 1 yəni elə 1 üstə gələk c bərabərdir 5'ə. 3 üstə gəlinsin 1 üstə gəlinsin 3 vurulsun. Ln 1 0'a bərabərdir. Yəni 3 vuraq 0 üstə gələk c bərabərdir 5'ə. Buradan da c bərabərdir 4'ə. Düzdür? Deməli c 4'dürsə bunu silirik. Əvəzinə 4 yazırıq. Olur x üstə gəlsin 3 ln modul x üstə gəlsin 4. 65-ci suala baxaq. Surətdə yenə birinci sadələşdirək, ondan sonra integrallayarıq. Cəmləri 5, hasilləri 6 olan ədədlər 2 ilə 3'dür. X çıxaq 2, x çıxaq 3. Məxrəcdə x ortaq kimi çıxartsaq x çıxaq 3. X çıxaq 3'lər ixtisar getsə x çıxaq 2 bölək x. Ayrı-ayrı kök kəsrlərə parçalasaq. Deməli 1 çıxılsın 2 bölünsün x. 1 çıxaq 2 bölək x və integrallasaq. İntegral 1 çıxaq 2 bölək x dx. Ayrı-ayrı integrallar kimi baxsaq. X çıxaq 2 vurulsun modulda ln daha doğrusu modulda x üstə gəlsin c. -1 6 nöqtəsindən deyir keçir. -1 qoysaq. -1 çıxaq 2 vuraq ln modul -1 üstə gələk c bərabərdir 6'ya. -1 çıxaq. Bu bizə 0 verəcək. Üstə gələk c bərabərdir 6'ya. Buradan da c bərabərdir 7'yə. Onda ibtidai funksiyamız f(x) bərabərdir. X çıxaq 2 ln modul x üstə gəl 7 şəklində olacaq. Aydındır uşaqlar. Demək olar ki, bütün sualların izahını verdik. 1-2 dənə eyni tipdə olan suallar qaldı. Onları da özünüz yazarsınız. Yəqin ki, izahların hamısını başa düşdünüz. Sağ olun.